sistemdə tanrılar insan halında təsvir edilirdi. İki qarşılaşan ünsürün, iki dövlətin qarşılaşması, dövlət deyə bir anlayış, ölkə deyə bir anlayış təbiətdə yoxdur. İnsan zihni bunlara antropomorfik halda baxır. Yəni iki ölkənin savaşına biz iki insanın birbiri ilə olan münasibəti kimi baxmağa çalışacağıq psixopolitik tərəfdə. Bu cəhətdən savaşan iki unsurun bir-birini yox etmə təhdidi, bir-birini digərinin varoluşuna təhdid hesab eləməsini ontolojik güvənsizlik kavramı üzərindən açıqlamaya çalışacaq. Ontolojik güvənsizlik kavramı psixiatriyada məşhur Britaniyalı psixiatrist Langın fikirlərində, Langın yanaşmasında xüsusilə yer edilir. Çünki Lang psixotik xüsusiyyətə sahib olan şəxslərlə məşğul olurdu. Ardi Lang adlandırılan bu psixiatrist xüsusilə psixotik xüsusiyyətə sahib olan insanlarla məşğul olduqca bu insanların təməldə bir güvənsizlik daşıdığını hiss edir. Psixoz bildiyimiz kimi insanın kənardakı reallıqdan qoparaq özünə aid olan şəxsi bir reallıq yaratmasıdır və bu reallıq ətrafdakı reallıqla uyuşmamaqdadır. Politik səviyyədə baxsaq, İranın mövcud olan sistem içərisində olduğu bölgədə ətrafınla uyumsuz olması, digər İslami inançlardan fərqli olaraq şiəliyi mənimsəməsi, İsrailin eyni zamanda bütün ərəb dövlətlərinin içərisində fərqli bir dinə mənsub olan və onları bəyənməyən bir struktur olaraq gündəmə gəlməsi hər iki dövləti hardasa bir psixotik struktur olaraq ön plana çıxarır. Ardi Langın ifadəsində ontolojik güvənsizlik şəxsin öz varlığının davamlılığını, sərhədlərini və şəxsi bütünlüyünü güvənli biçimdə təcrübə edə bilməməsi deməkdir. Yəni şəxs mən hissiyatını davam etdirə bilməyəcəyindən qorxur, mən dediyi strukturun başqaları tərəfindən təhdid edildiyindən şübhələnir və bundan şübhələnmir, əmindir və bütün davranışını, bütün müdafiəsini bunun üzərində qurmuşdur. Yəni İranın da, İsrailin də davranışlarına baxsaq, ölkə olaraq varoluşlarına baxsaq, hər ikisi özünü yüksək bir təhdid içərisində hiss edir və bu yüksək təhdid ontolojik bir təhdiddir. Yəni mənim sərhəddimi keçəcəklər, mən də onlara cavab verəcəm, mənə iki güllə atacaqlar, mən də ona güllə atacağım mənasında deyil. İsrail İran tərəfindən yox ediləcəyini, nüvə bombası ilə dağıdılacağını düşünür, ərəb ölkələri tərəfindən işğal olunacağını düşünür. İki dəfə Ərəb-İsrail müharibəsində bunun fəsadlarını görmüşük. Eyni zamanda İran da Amerikanı şeytanlaşdıraraq Amerika tərəfindən yox ediləcəyini vurğulayır. Bununla birlikdə İsraili yox etməklə təhdid edir. Yəni səni yer üzərindən siləcəm deyir, Amerika böyük şeytandır deyir. Gücü buna yetməsə belə, imkanları və qaynaqları buna yetməsə belə, qarşı tərəfi yox etməklə təhdid edir. Mən bu hər iki ölkənin yanaşmasını psixolojik olaraq zəminində yatan ontolojik güvənsizlik üzərindən izah etməyə çalışacağım. Ardi Lang ontolojik güvənsizlik yaşayan şəxslərin, psixotik vəziyyətlərdə olan şəxslərin xüsusilə 3 müdafiə mexanizmindən bəhs edir. Bunlardan birincisi engulfment dediyi udulma anlayışıdır. Yəni ontolojik olaraq özünü güvənsiz hiss edən şəxs başqaları tərəfindən, bir şəxs tərəfindən, məsələn qonşusu tərəfindən, küçədə qarşılaşdığı, sözünün çəpləşdiyi insan tərəfindən və yaxud da ki, polis tərəfindən və yaxud da ki, psixiatri xidmət tərəfindən sərhədlərinin aşılaraq olduğu halda yaşamasına icazə verilməyəcəyini düşünür. Və kənardan azıcıq bir təhdid olanda, azıcıq bir qorxu gələndə bunu sanki yox ediləcəkmiş kimi bir reaksiya verir və qara məni basınca mən qaranı basım məntiqinlə qarşı tərəfə sözlü və ya fiziki hücuma keçməyə başlayır. Buna bu yutulma qorxusu deyir, yəni udulma qorxusu, engulfment deyir. Digər bir varoluşsal təhdid çeşidi isə implosion deyilən içə çökmədir. Bu halda isə şəxs öz dəyərini qoruya bilmədiyinə görə dəyərini itirməyə bağlı olaraq dərin bir boşluq hissi yaşayır. Yaşamış olduğu bu boşluq sanki qara dəlik varmış kimi bütün varoluşunu oraya çəkərək yox etmə təhdidi daşıyır. Məsələn, narsistik patologiyalar olan insanlar, məsələn, borderline şəxsiyyət xüsusiyyəti olan insanlar tez-tez sevgilisi tərəfindən tərk ediləndə və yaxud da narsistik bir insan bir uğursuzluq qazandığı zaman içərisində çox dərin bir boşluq hiss eləyir və bu dərin boşluğunu iki cür həll edə bilir. Ya ona bu hissiyatı yaşadan insana zərər verərək, hücuma keçərək, fiziki, sözəl, dedikodu eləyərək, onu təhdid eləyərək, şantaj eləyərək o hissiyatından qurtulmağa çalışır. Əgər bunu da eləyəcək qədər bir gücü yoxdursa, o zaman özünə zərər verir. Məsələn, qolunu kəsir, məsələn, özünü yandırır və s. şəkildə. Sırf o boşluq duyğusundan qurtulmaq üçün. Dolayısıyla varoluşsal təhdidi içsel boşluğu səbəbilə hesab edən insanın davranışıyla
kənardan udulacağı qorxusunla hiss edən insanın davranışı bir-birindən fərqləndir. Üçüncü bir ontolojik təhdidə qarşı verilən reaksiya isə daşlaşma hadisəsidir. Buna isə petrification deyilir. Yəni duyğusal, emosional olaraq donuq bir haldadır. Sadəcə həyati funksiyaları yerinə yetirir, digər funksiyalarından uzaq durur. Klinik halda bunun qarşılığı katatoniyadır. Katatoniyada olan insanlar istər psixotik olsun, istər depressiv olsun, hərəkət eləmir, yemir, içmir, sadəcə canlılığını davam etdirəcək, bəzənsə canlılığını davam etdirməyə yetməyəcək şəkildə yaşamına davam etməyə çalışır. Bunun zəminində olan şey isə nə təhdidkara cavab verəcək şəkildə gücü var, nə də o təhdidi neytrallaşdıracaq qədər bir ego kapasitesi var. Bu şəkildə ifadə eləmək olar. İndi mən bu 3 dənə ontolojik təhdid